20 yanvar Hüzün günü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatmaq üzrədir. Hər il olduğu kimi bu ildə qırmızı qərənfillərdən yeni kompozisiya hazırlanıb. Qanlı yanvar hadisələrindən 27 il ötməsinə baxmayaraq xalqımız bu günü heç zaman unutmur. Vətənə azadlığı canları bahasına bəxş edən 20 yanvar şəhidlərinin uyuduğu bu məkan bu illər ərzində milyonlarla ziyarətçinin uğradığı müqəddəs bir yerə çevrilib. Faciənin 27-ci ilində də ziyarətçiləri qəbul etməyə hazırlanan Şəhidlər Xiyabanında divarlara qara və qırmızı lentlər bağlanıb. Bura yüzlərlə qərənfilin köməyi ilə al-qırmızı rəngə boyanır. Xiyabanın hazırlıq işləri yanvarın 19-unda axşam saatlarında yekunlaşdırılacaq. Burada aparılan gərgin işlər ziyarətçilərin xiyabana gəlməsinə heç bir maneə yaratmır. Azərbaycanın yüksəkdə dalğalanan üç rəngli bayrağına dikən şəhidlərin ruhuna ehtiram bildirmək üçün məktəblilər, yaşlı və gənclər bu müqəddəs ocağı ziyarət etmək üçün axın-axın gəlirlər. Yanvarın 20-sində Bakıda keçiriləcək anım tədbirləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Parlament prospekti, Hüseyn Cavid prospekti istiqamətində yollar bağlanacaq. Bu addım ziyarətçilərin təhlükəsizliyini və daha rahat ziyarəti təmin etmək məqsədi ilə atılacaq. Dövlət Yol Polisi İdarəsi sürücülərdən bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir. Xəyalə Məmmədova, Vüsal Vidayədoğlu, Şakir Qurbanov, Elmin Laçınov, Azərtac.